8 noyabr Zəfər günü. Uzun illik həsrətdən sonra Azərbaycanın qəhrəman ordusu 44 gün ərzində böyük şücaət göstərərək torpaqlarını düşmən tapdağından xilas etdi. Bu gün xalqımızın birliyinin, igidlərimizin cəsarətinin simvoluna çevrildi. Bu igid qəhrəmanlardan biri də müddətdən artıq hərbi qulluqçu Murtuzayev Toğrul Tahiroğludur. 44 günlük müharibənin ilk şəhidlərindən olan Toğrul Murtuzayev 1997-ci il noyabrın 1-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. O, 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün uğrunda başlanan Vətən müharibəsi zamanı Suqovuşanda gedən döyüşlərdə şəhadətə ucalıb və Ağdam rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Vətən uğrunda medalı ilə tərtib edilib. O, torpaqlarımızın azadlığı uğrunda canını fəda edərək adını tarixə yazdırdı. Allah bütün şəhidlərimizə rəhmət etsin.